Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqələrinin 3 qalibi müəyyən edilib. Yenavaz.com xəbər verir ki, tender müsabiqələri 1-2-ci siniflər, 5-6-cı siniflər və 7-9-cu siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub. Qeyd edək ki, 1-2-ci siniflər üzrə dərsliklərin çapını Çaşoğlu Elm İstehsalat MMC, 5-6-cı siniflər üzrə dərsliklərin çapını Təhsil Nəşriyyat Poliqrafiya MMC, 7-9-cu siniflər üzrə dərsliklərin çapını isə Şərq-Qərb ASC həyata keçirəcək. Nazirlik dərslik çapı üçün bu şirkətlərə müvafiq olaraq 3.101.103 manat, 3.275.105 manat və 2.535.277 manat ödəyəcək. Onu da bildirək ki, tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ belə olub. Çaşoğlu Elm İstehsalat MMC 2.361.250 ədəd, bir ədəd dərslik 2 manat 39 qəpik. Təhsil Nəşriyyat Poliqrafiya MMC 1.341.950 ədəd, bir ədəd dərslik 2 manat 31 qəpik. Şərq-Qərb ASC 1.066.800 ədəd, bir ədəd dərslik 2 manat 38 qəpik.